yoxlasa, sənət camisindən bizim sənətdən gözəl bir sənət yoxdur. Amma çox təəssüflər ki, bugün bir-birimizin ayağını çəkirik, bir-birimizə paxıllıq edirik, bir-birimizi qoymuruq, qabağa gedək. Bunlar bizi yiyib bitirir. Amma bir şey var, zəngin ola bilərsən, dövlətli ola bilərsən, nə bilim, hər şeyin samalyota qədər, uçağa qədər, təyyarəyə qədər ola bilər. Əsas odur ki, insanın mənəviyyatı qalır. Mənəviyyat. Mən Firuzə Badovagildən yaxınam da, yəni qızı, özü, ailəvi tanışdığımız var. Çünki Firuzə xanımın qızı ilə biz eyni məktəbdə oxumuşuq. Bəli, hə. Amma mənə deməyib. İndi gedək görək nə məsələdir. Heç nə, elə bir balaca yıxılmışam. Sadəcə cavan uşaqlarda var, baş gicəllənmə, təzyiq, o ki qala bizim kimi orta yaşlı adamlardır. Qolunuzdan? Can, ayağım, bir də ki, baş barmağım. Hadisə nətər oldu, onu danışın. Getdik qəbristə. Allah rəhmət eləsin. Allah ilə nərvəsi rəhmət eləsin. Allah sənin valideynlərinə can sağlığı. Amin. Allah sənin, nə bilim, sənə qarşı ürəyimdə başqa bir məhəbbət var da, bilirsən onu. Bilirəm. İllər ərzində də görmüsən. Elə getdik oradan, gəldik, düşdüm maşından evə gəlmək üçün də. Səkini çıxmaq istəyirdim elə, gələndə gördünüzdə, biraz belə fədiyum kimi var. Orada bilmirəm, bir anlığa elə bildim ki, elə adam gəldi belə gözümün qabağına ki, ağlama. Ağlama. Bax, elə dedim, belə elədim, daha ağlamayacağım. Elə onu deməyə miydi, elə bir ki, arxadan kimsə mənə belə itələdi, üzü üstə sərildim. Yerə, belə uşaqlar necə yıxılır uşaq vaxtı. Nə olar, insan başına gələn şeydir. Yaxşı, üz üstə gəlmişsiniz. Ay, nə yaxşı. Diz qapaqlarım, Mehriban xan, qurban olsun. Sənət mən qurban olum. Dizim sınardı, üz gözüm dağlardı, başım deyərdi. Allah rəhm elədi o uşaqlara. Bir də ki, mən sizin kimi əzizlərim. Həkim nə dedi bəs? Həkim dedi ki, Firuzə xan, belə mən möcüzədir ki, bu ayağın qabaq tərəfi əzildi, sınardı. O udardan ki, siz gəlmişsiniz, bu ayağın arxası Allah sizin saxlayın. Ebi oldu. Böyüyəndə yadınızdan çıxar. Bir də qolunuz. Bir də ki, barmağım. Əsas barmağı, hə? Barmağım. Dedi ki, gifs eləməyəcəm sizə. Ürəvi sıxlarda, bir də yaşınız var. İnşallah yaxşı olacaq. İşlər gəlir. Qalsın bir ay. Neçə gün yataqda oldunuz? 5 gün öncə. 5 gün öncə oldu. Allah şəfa versin. Amin. Allah sizi bizə çox görməsin. Amin. Sizi də canlı əfsanəmisiniz Firuzə xanım. Canımsın mənim. Səni nə qədər çox istəyirəm mən. Gözümün qabağında böyümüsən, istedadlı, səviyyəli, şəxsiyyətli. Bax, bu şeylər kəsmə ya. Sənin üçün dediyim sözləri ya. Eşitdin, kəsmə ginə. Sən çox tədbirə layiqsən. O sizin ürəyinizin gözəlliyidir ki. Ucasan. Hər kəsdə bir gözəllik var. Mənə zəng açanda uşaq, bir də görürsən, telefon xoda alınanda götürməyən də tez Hülyanı yıxır. Hülya da deyir, mama, Yalçın zəng eləyir. Deyirəm, Yalçın uğur. Deyirəm, ay uğura qurban olaram mən balasına. Yalçınım zəng eləyir, mən tez açıram. Allah saxlasın. Allah sənin də mehriban. Yaxşı qızdır, Allah onun canına dəyməsin. Zəhmət keş, sizi möhlət keş. heç bir zaman yataqda görmək istəmirik. Heç yaraşmır. Hər zaman səhnələrdə olasınız. Sizi səhnələrdə sevmişik. Həm sənətiniz, həm insanlığınız. İndiki zamanədə yaxşı ifaçılar çox ola bilər, amma insan olmaq çox başqa bir məsələdir. O da hər zaman biz sizdən görmüşük o insanlığı. Can, mən də sizinlə baxıram, fəxr edirəm və Mehriban xanım, valla Mehriban xanımın gəlişini sözün əsl mənasında durdum, biraz özümə tumar verdim. Düz saçlarım biraz bəyazlaşıb. Heç də bəyazlaşmıyor. Örfəyimi də örtdüm, salteciyadan ibarət örfəyimi. Bunun da mənə çox dəyərli bir balam hədiyyə eləyib, Aysel Kərim. Çox sevirəm bu yaylığı və Mehriban xanım gələndə nə eləmək lazımdır? Mehriban xanım söylədi ki, bu günləri sürprizim var, səni aparacam
bir dənə əməkdar artistimizin evinə. Canım mənim. Bilmirdim heç bura Ürəyim gələcəyik. mənim, canımsız mənim. Nə yaxşı Səhhətində bir gəldiniz. problem var. Səni hər an gözləyərəm, izləyərəm pəncərədən. Baxışların çiçək kimi gəlib keçər pəncərəmdən. Deyirsən ki, sorma məni bir kimsədən. Necə susun, necə anım, səni sevdim, səni andım mehribanım. Canımsan. Bu vaxtdır, bu vaxt. Bəli, bəli. Allah Canım, sizi var eləsin. canım ürəyim oğlum. Mən istəyərdim bir tezliklə siz ayağa qalxasınız və tezliklə sizin bir gününüzü Amin. çəkim mən. Amin ay Allah, amin, amin. İnşallah. Gedək səninlə gözəl bir yerə, hə, Mehriban xanım? Gedək. Belə gözəl gül çiçəkli yerə yazdı da, güllər Artıq açılır. fəsildə Bəli. yaz fəsli gəlib, Bəli. hər yan gül çiçək. Orada danışa-danışa söhbət eləyək, gəzək, gülləri qoxlayaq, gözəlliklərə baxaq Bəli. və sevinək ki, biz Azərbaycanımız çox Bizim gözəl. Həyat gözəllikdən Firuzə xanıma ibarətdir. verişimiz tamam fərqli olacaq. Çünki elə şeylər var ki, illər ərzində Firuzə xanım açıqlamayır. Bəli, Onu yalnız və bəli. yalnız bir gün Bəli, verilişində açıqlayacaq. inşallah, inşallah sənin bir gün verilişində İnşallah o şeylər açılacaq və gözəl veriliş olacaq. Çünki orada sandıqlar açılacaq, pambıqlar yerə töküləcək. O pambıqları ilmə edib gözəl-gözəl örpəklər hörəcəyik. Sonra gözəl libaslar hörəcəyik. O elə